Salam, Məntiq və İnformatik kanalımın izləyiciləri. Müəllimlər üçün olan imtahanın növbəti videosunda sizinlə birlikdəyik. Testimizə başlayaq. Birinci testimizdə çatışmayan həddi tapmağımızı bizdən tələb edir. Bu test ardıcıllıq testidir və bu gördüyümüz ardıcıllıq əvvəlki dərslərimizdə də dediyim kimi Fibonacci ardıcıllığıdır. Fibonacci ardıcıllığı birinci və ikincinin cəmi üçüncüyə bərabərdir. Yəni burada 1 üstəgəl 1 bərabərdir 2, 1 üstəgəl 2 bərabərdir 3, 2 üstəgəl 3 bərabərdir 5 və nəhayət 3 üstəgəl 5 bərabərdir 8. Deməli, bizim cavabımız B variantı olacaq. Daha bir ardıcıllıq testinə baxaq. Burada verilmiş, ardıcıllıqda verilmiş hər bir rəqəmin üzərinə 2 əlavə edək. 1-in üzərinə 2 əlavə etdiyimiz zaman 3, mənfi 2-in üzərinə 2 əlavə etdiyimiz zaman 0, 2-nin üzərinə 2 əlavə etdiyimiz zaman 4, mənfi 1-in üzərinə 2 əlavə etdiyimiz zaman 1, 3-ün üzərinə 2 əlavə etdiyimiz zaman 5, daha sonra 14-ün üzərinə 2 əlavə etdiyimizdə 16, 4-ün üzərinə 2 əlavə etdiyimiz zaman 6, 79-un üzərinə 2 əlavə etdiyimiz zaman 81, 5-in üzərinə 2 əlavə etdiyimiz zaman 7 və x-i yazaq. Və burada gördüyümüz kimi 2 ardıcıllıq olacaq. 3, 4, 5, 6, 7. Digərində 0, 1, 16, 81 və x. Burada isə gördüyümüz ədədlər verilmiş 0-ın üstü 4, 1-in üstü 4, 2-nin üstü 4, 3-ün üstü 4 və nəhayət 4-ün üstü 4 olacaqdır. 4-ün üstü 4 256 edəcək. Burada da verilən ədədlərdən 2 çıxıldığına görə biz 256-dan 2-ni çıxacaq. 254 olacaq cavabımız. D variantı. Növbəti testimizə keçək. Bu testdə bir şəkilli test verilmişdir. Burada gördüyümüz, indi sizin üçün işarə edəcəm. Bu xətt, yəni demək istədim nədir? 17-dən çıxacaq 14-ü ilk olaraq qırmızı xətt elədim və 15-dən çıxacaq 13-ü. İndi mən sizə ox işarələrini də qoyum. 17-dən 14-ə çıxdıq. 15-dən də 13-ü, yəni bu qaydadan da. Və bunları bir-birindən çıxsaq. 17-dən 14-ə çıxırıq, 15-dən də 13 çıxıb, bunlar da bir-birindən çıxsaq. Bərabər olar 10-dan 9-u çıxdığımız rəqəmə. 10 çıxılsın 9. On 7-dən 14 çıxanda 3 çıxılsın. 15-dən 13 çıxanda 2 bərabərdir. 10-dan da 9 çıxdığımız zaman 1. İndi burada etdiyimiz, yəni birinci hissədə etdiyimizi ikinci hissədə də tətbiq edək. Həmin qayda ilə 19 çıxılsın 18 çıxılsın 22 çıxılsın 15 bərabərdir. X sualın əvəzində olan adada x deyək, çıxılsın 12.
1 çıxılsın 7 bərabərdir. X çıxılsın 12. Mənfi 6 bərabərdir. X çıxılsın 12. X bərabərdir 6. Cavabımız C variantı. Daha bir çatışmayan həddin tapılması. Burada verilmiş rəqəmin üzərinə rəqəmlərin cəmini gələcək. 7 üstəgəl 7'nin rəqəmlərinin cəmi 7 bərabərdir 14. 14 üstəgəl 14'ün rəqəmlərinin cəmi 5 bərabərdir 19. 19 üstəgəl 19'un rəqəmlərinin cəmi 10 bərabərdir 29. 29 üstəgəl 29'un rəqəmlərinin cəmi 11 bərabərdir 40. 40 üstəgəl 40'ın rəqəmlərinin cəmi 4 bərabərdir 44. Və nəhayət 44 üstəgəl 44'ün rəqəmlərinin cəmi 8 bərabərdir 52. Cavabımız Y variantı. Növbəti testimizdə bir verbal test verilmişdir. Mənşə etibarilə hansı artıqdır? Yəni verilmiş sözlərdən hansı fərqlidir? Burada 5 söz verilmişdir. 5 sözdən 4'ü bir-birinə uyğun, digəri isə o birisilərdən fərqlənir. Burada cavabımız C variantı olacaq, çaqqal. Çünki çaqqal köpəkçimlər sinifinə, digərləri isə pişikçimlər sinifinə aid olduğuna görə burada çaqqal digərlərindən fərqlənir. Növbəti testimizə baxaq. Burada deyir ki, cavab variantlarında artıq olanı seçin. Yenə də fərqli olanı soruşur. Açar söz olaraq da qüvvəti istəyir. Yəni qüvvət bildirir. Baxırıq ki, burada qüvvətlə nə əlaqəsi var, ona əvvəlcə izah gətirək. Baxırıq burada 8 nəyin qüvvəti ola bilər? 2'nin üstü 3'ün. 1 istənilən ədədin qüvvəti ola bilər. 64 8'in kvadratı və ya 4'ün kubu da deyə bilərik buna. Daha sonra 27 3'ün kubu, 81 isə 9'un kvadratıdır. Deməli, biri də buradan biz 1'in kubu kimi götürsək, buradan da bu 8'in kvadratını silib, 4'ün kubunu bura qoysaq və buradan görərik ki, 2'nin kubu, 1'in kubu, 4'ün kubu, 3'ün kubu, bu isə 9'un kvadratıdır. Deməli, burada cavabımız Y variantı olacaq. Hər biri kub, Y variantındası isə kvadratdır. Daha bir ardıcıllıq testinə nəzər yetirək. Burada verilmiş ədədlərə baxaq. Burada verilmiş birinci ədəd 0 nəzərə alınmır. İkinci ədəddə 8. 8 burada 0 vurulsun 8 üstə gəlinsin 1 vurulsun 8 olur. Bu da eləyir 8. Daha sonra 8 vurulsun 1 üstə gəlinsin 8 vurulsun 2 bərabərdir 24. 24 buradan alırıq. Birinci ise 0 vur 8'dir bərabərdir 0 buradan əmələ gəlmişdir. 48 ise 8 vur 1 üstə gəl 8 vur 2 üstə gəl 8 vur 3 bərabərdir 48 və nəhayət 8 vur 1 üstə gəl 8 vur 2 üstə gəl 8 vur 3 üstə gəl. Deməli biz burada 8'i 4'e vurmalıyıq. Bərabərdir 48 üstə gəl 32 bərabərdir 80 olacaqdır. Cavabımız B variantı. Növbəti testimiz bir məsələdir.
Bu məsələdə bizə 300 metrlik yolun yarısı gedilir. İlk olaraq biz burada 300 metrlik yol çəkək. Şəkillə izah etmək istəyirəm. 300 kilometr. Deyir 300 kilometrin yarısı gedirdi. 300 kilometrin yarısı 150 kilometr eləyir. Yəni biz 300'ü 2'ye bölürük, eləyir 150 kilometr gedildi. Yerdə də qaldı yenə 150 kilometr. Daha sonra deyir qalan yolun 50%. Qalan yol 150 kilometrdir. 50% də onun yarısı deməkdir. Yəni deməli qalan yolun da yarısı 150'nin yarısı, yəni 2'ye bölünmüşü 75 kilometr eləyəcək. Və daha sonra deyir həmin anadakı ümumi gedilən yol. Həmin anadakı ümumi gedilən yol 150 üstə gəlinsin 75'dir. Gedilən yolun 4% gedirdi. İndi 150 üstə gəl 75 bərabərdir 225 edəcək. 225 həmin anadək gedilən yolun 100% sayılır. 4 həmin anadək olan yolun 4%'ni tapaq. X bərabərdir 225 vurulsun 4 bölünsün 100 bərabərdir 9. Deməli 9 kilometr daha gedilmişdir. 9 kilometr. Bizə deyir ki, nə qədər yol qaldı? Deməli, biz 150 üstə gəl 75 üstə gəl 9 yazacağıq və aldığımız 300'ü aldığımız ədədi çıxacaq. 150, 75, 225 elirdi. 225'in üzərinə 9 gəldiyimiz zaman 234 eləyir və biz 300'dan 234'e çıxdığımız zaman cavab 66 kilometr olacaq. Yəni yerdə qalan digər yol 66 kilometrdir. D variantı. Növbəti testimizə baxaq. Burada bizə 2014-cü ildə Makedoniyalı İskəndərin doğumundan neçə il keçir verir və Makedoniyalı İskəndər eramızdan əvvəl 356-cı ildə anadan olmuşdur. Bugünkü dövrdə biz birinin yaşını tapmaq üçün əvvəlki ildən sonraki ildən əvvəlki ili çıxmaq lazım gəlirdi. Burada isə biz toplayacaq. Nəyə görə? Çünki eramızdan əvvəl məsələn 356-dırsa 356'dan sonra 357 deyil 355 gəlirdi. Yəni arxaya doğru gedirdi. Ona görə biz burada 2014 çıxılsın -356 yazacağıq. Bu da 2014 üstə gəlsin 356 deməkdir. 0, 1, 7, 6, 7, 3, 2. Cavabımız olacaq 2370. A variantı. Növbəti testimiz daha bir məsələdir. Burada bizə 10 dənə maşın verir. 10 maşının 4'ü qara, 3'ü ağ, 2'si boz, 1'i qırmızıdır. Deyir, qara maşınlardan ən zəif sürətlisi qırmızı ilə bərabərdir. Burada hər bir rəngi öz baş hərfi ilə qeyd edəcəyim. Qara maşınlardan ən zəif sürətlisi qırmızı ilə bərabərdir. Daha sonra boz maşınların ən sürətlisi ağ maşınların orta sürəti ilə eynidir. Daha sonra boz maşınların ən sürətlisi qaraların ən sürətlisindən çoxdur. Burada çoxdur deyir. Boz maşınların ən sürətlisi qaraların ən sürətlisindən çoxdur. Yəni burada böyükdür. Qara yazacağıq.
Daha sonra ən sürətli maşın hansı rəngdədir deyir. Və ilk olaraqdan başlayaq. Qara maşınlardan ən zəif sürətlisi qırmızı ilə bərabərdir. Burada bizə birinci həmin bu oxuduğum cümlədə dediyinə görə qara maşının ən zəifi ilə qırmızı bərabər olduğuna görə deməli qırmızı maşının özü də boz maşının sürətindən zəifdir. Daha sonra boz maşınların ən sürətlisi ağ maşınların orta sürəti ilə eynidir. Deməli, burada da bizə deyir ki, ağ maşınların orta sürəti ilə eyni olduğuna görə, deməli, ağ maşınlar digər maşınların sürətindən daha sürətlidir. Deməli, ən sürətli maşın burada ağ maşın olacaqdır. Cavabımız A variantı. Dərsimiz bu qədər. Hər hansı sualınız olarsa şərhlərdə yazmağı unutmayın. Kanalımıza abunə olaraq bizə dəstək ola bilərsiniz. Əgər videonu bəyəndinizsə, bəyən butonuna da basmağı unutmayın. Hələlik növbəti dərslərimizdə görüşərik.